Heç vecinə deyil ha yəni. Yox, indi vecinə olur. Gözəl bir qardaşın qonağı olacağıq. Nərman Abbasov, xoş gördük sizi. Hoş geldiniz. Bu günləri çəkilişimiz Xan Yurdunda Nərman Abbasovun evində olacaq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı, veteranlarımıza can sağlığı versin. Allah prezidentimizə can sağlığı versin ki, bugünkü günü bizə nəsib elədilər. Bu təbiətdə kim yaşamaz? Əlbəttə ki, hər kəs Vallahi, yaşamaq yəni, istəyir. Buranı qoyub mən şəxsən Bakıda yaşamaram. Düzdür, hamısı bizim üçün doğmadı, amma yəni öz Yaşıl elimiz bir obamız. ərazidir. Çox sağ olun, əziyyət çəkmisiniz. Nə əziyyət var qardaş, xoşdur. Allah razı olsun. Valla, cümləmizdən. Axşam küçün qolsuz oturamam. Yəni, mən nəsə Çətin olar burada, Hə, axşam gödəkdə axşam. geyinməsə mümkün olmuyor. adi bir şey, Yayın istisində həqiqətən də bura nazik cənnət. bir şeylə yatmaq mümkün deyil. Çünki bəli. Hörmətli Bu mənim oğlumun tamaşaçılar, otağıdır. Oğlum idmansıdır. bəli. Maşallah olsun. 2 dəfə Azərbaycan bayrağını Türkiyədə dalğalandır. Avropa dünya çempionudur. Dünya Maşallah. kubokunun sahibidir. Bir otaqdır. Bu o bir uşaqların otağıdır. Geniş bir otaqdır. Baxın, hörmətli tamaşaçılar. Bu mənzərəsi də budur. Pəncərədən Hə, mənzərə- açdınız, dağ mənzərəsi. Zalda, qonaq otağı da çox genişdir. 9 metr uzunluğu var. Eni nə qədər olar? Eni 5 metrdir. Maşallah. Bəli, hörmətli tamaşaçılar, Xan Yurdu kəndində, dağların qoynunda gözəl bir məkanda yerləşən bir kənddə, gözəl bir evdə elə gözəl bir qardaşın qonağı olacağıq. Nərman Abbasov, xoş gördük Sağ ol, sizi. xoş gördük. Xoş gəldiniz. Bu günləri çəkilişimiz Xan Yurdunda Nərman Abbasovun evində olacaq. Gözəl Xoş geniş gəldiniz. bir ərazisi var maşallah. Maşallah. Nə vaxt gününüz olsun. evlə təmin olunmusunuz? Oktyabr ayında evlə təmin olunmuşuq. Şükürlər olsun. Allaha şükür, yəni bu cür torpaqlarımıza gəlmişik, burada yaşayırıq. Mən özüm 33 il Bakıda yaşamışam, amma bugünkü gün bu gözəllikləri, bu təbiəti görürəm, öz elim obamı, yəni burada yaşamağa qərar vermişəm ki, öz elimdə obamda yaşayacağam. Evlatlarımı şükür. burada böyüdəcəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı, veteranlarımıza can sağlığı versin. Allah prezidentimizə can sağlığı versin ki, Amin inşallah. bugünkü günü bizə nəsib elədilər. Allah bütün əziyyət olanlara can sağlığı versin. Bu torpaqlarda bizə bəxş eləyənlərin hamısını can sağ eləsin. Şükürlər sağ olsun. Siz də xoş gəlmişsiniz Maşallah, bizim gözəl yurdumuza. belə dağın ətəyində yerləşən gözəl bir kənddir. Valla Yaşıllıqları olan, uzun ömür yaşamaq istəyirsənsə Qarabağ Qarabağ torpağında yaşa. torpağında yaşamalısan. Valla, yəni şükürlər olsun. Mən yəni qərarımı bura vermişəm, burada da yaşamağa davam Təsəvvür elə, edəcəm. indi gəlişə danışaq. Təsəvvür edin, yayın ən isti günlərindən biridir normalda Azərbaycanda. Bəli. Amma biz gəlmişik Xan Yurduna. Buradakı havanı görəndə, bu sərin havanı görəndə, bu dağları, bu meşəliyi, Hamısı mənzərədir, bu Allahın təbiəti görəndə möcüzələridir. adamın ürəyi Hələ indi açılır. belə qolsuzla Bəli. biraz sərinlikdir. Axşam bu qolsuzla biz otura Mümkün bilmirik. deyil Mümkün deyil oturmaq. oturmaq. Sizdən öncə Ballıca kəndində Hə, Niyamədin orada Ağayevin gözəl qonağı təbiəti var. olmuşduq. Necə sərin, mükəmməl belə havası var, inanırsınız. İnsan elə köçüb gəlib Mən burada sizə bir yaşamaq şey istəyir. deyim də, buranın havasından da bir şey deyim. Bax, bizim qohumlar var, köçüşlər bura. Hı hı. Zobu olan var, and ola Allaha bir dərman Hə, atmır. deyirlər onu. Şəkər olan var, təzyiq olan var, burada bir dərmandan istifadə eləmir. Hı hı. Buranın təbiəti, buranın havası. Gözəl. Şükür Allaha ki, bugünkü günü bizə nəsib elədilər. İndi bizi ərazini göstərin zəhmət olmasa. Orada Burada mən bağımda... Maşallah. Maşallah gününüz bağınız da olsun. genişdir, Bu yaşıl tərəfdə də var ərazidir. hələ. Bəh, bəh, bəh. Bu təbiətdə kim yaşamaz? Əlbəttə ki, hər kəs Vallahi, yaşamaq yəni istəyir. Buranı qoyub mən Baxın. şəxsən Bakıda yaşamaram. Düzdür, hamısı bizim üçün doğmadı, Düz. amma yəni öz Yaşıl elimiz bir obamız. ərazidir. Yaşıllıqla Hə, Allah əhatə olunub. Şükürlər olsun. Nərman bəyin Allah bağçası. razı olsun. Həqiqətən də O tərəfdə də Çox indi gözəl. başqa işlə də işləyirəm, amma hı hı, öz təsərrüfatım da var, şükür Allaha. Burada təsərrüfat eləməsən, elə dolanmaq ki, mümkün deyil. dolanmaqdan da əfsər, marağı da başqadır. Hə, əlbəttə ki. Yəni Burada hər Təmiz- növ təsərrüfat sahəsi ilə məşğul olmaq təmiz olar. pendiri, yağı, qaymağı hamısı Düzdür. buradan
Ha o bax kətdə yaşayırsan, o işlə məşğul olmursansa, dükandan pendir aldın, yedin, nə oldu? Hı -hı. Əlbəttə. Şükürlər olsun. Maşallah, çox gözəldir. Maşallah gün əraziniz. olsun. Siz də xoş Ürək gəlmisiniz bizim açandır. kəndimizə, elimizə, Xoş obamıza. Bir an əvvəl biz əslində Xocalı rayonunun Cəmili kəndindənik. Hı -hı. Sadəcə olaraq oranı Allah onlara nələt eləsin. Oranı elə bir Amin. viran qoydular ki, şükür Allah, burada bizim elə kəndimizdən 1 kilometr aralıqda biz piyada qalxırıq, ziyarət edirik öz evimizi. Şükürlər olsun, burada evlə təmin elədilər. Elə öz elimiz, obamızdır hamısı. Əlbəttə. Allah'a şükürlər olsun. Mən Çox şükürlər olsun ki, Allahımdan da 30 ildən razıyam. artıqdır ki, həsrətinizə Vallahi. son qoyuldu. 7 İndiyənə yaşında kimi çıxmışam. Harda İndi 41 yaşayırdınız yaşım. indiyənə qədər? İnegöldə yaşamışam. İnegöldə, əvvəl, hə. Bakıda. JEK binasında yaşayırdıq. İndi şükürlər olsun. 3 otaq, 1 zal ev veriblər. İnşallah təmin evinizlə ediblər, hə. də tanış olaraq görək Problem dövlət yoxdur, sizə girib necə baxarsınız. bir ev verib. Hə, yox şükür Allah. Söhbətimiz Narazıyam. indi orada çay Gedək bir süfrəsi çay ətrafında hə. davam edəcək. İnşallah. Görək, sizdə söhbətlər var. Mənim Allah bütün balaları saxlasın. Çox sağ olun, əziyyət çəkmisiniz. Nə əziyyət var qardaş, xoşdur Allah razı olsun. cümləmizdən. Qarabağ cəmaatı qonaqpərvər cəmaatdır. Borcumuzdur Tanıdı, gələn tanımadı. qonağa. Kim evinə qonaq gəldisə, Bizim çalışır ki, ən yüksək səviyyədə həmin qonağı qarşılasın və eyni vəziyyətdə də yola salsın. düzdür. İndi bu günləri biz Nəriman Abbasovun qonağıyıq. Doğrudan da həyətində çox gözəl şərait qurubdur, yaradıbdır. Həm kənd təsərrüfatı ilə məşğuldur. Elə burada baxdı bir-iki keçi mən deyirdi. Burada da elə keçib baxarsınız. Problem yox. Bəli, heyvandarlıqla məşğuldur. Öz başqa sənətində var. Başqa hansı mənim sahə özüm üzrə? texnika işi ilə məşğulam. Elə burada da gətirmişəm bir texnikam burada iş olanda elə işləyir, şükür Allaha yəni. Mənə işdə təklif elədilər. Mən yəni dedim ki, şükür Allaha varımdır, işim var. Hər bir şey qaydasındadır. Əsas odur ki, işdən qabaq şükür Allaha öz torpağıma gəlmişəm mən. Əlbəttə. Yəni o bitkə çörəyi hər yerdə tapıb yeyə bilərik. Amma bugünkü gün Amma öz Yəni doğma yurdunda olmaq çox bambaşqa. razıyam Allahımdan da. Yəni Allah yenə deyirəm şəhidlərimizə rəhmət eləsin. Onların sayəsində, prezidentimizin sayəsində biz bugünkü günə nəsib olmuşuq. 44 günlük heç bir dünyada belə bir şey yoxdur ki, 44 günü Nə torpaq hisslər alasan. keçirirdiniz? 44 günlük müharibə ərəfəsində inanırdınızmı ki, biz Vallahi torpaqlarımızı işğaldan mən azad edəcəyik? Özü özüm də- Xocalı. Özüm də yazılmışdım. 4 qardaşıq, dördümüz də Könüllü yazılmışdıq, olaraq könüllü olaraq yazılmışdıq. Mənə dedilər ki, yox, sənin yaşına görül, hələ qarşıdan lazım olarsa çağırarıq. Mən dedim, şəxsən mən texnika ilə anlayışım var mənim. Gedib orada bir texnikada sürə bilərəm, texnikada düzəldə bilərəm. Məsələn, indi məsləhət belə olmadı. Amma özüm, Allah kömək olsun, bir nəfər var idi, adını demirəm. Bizə maliyyələşdirdi, biz ora isti geyimlər, nə bilim, yeməklər, düz bizə 2 dənə maşınla təmin elədi. Biz ora elə şeylər yəni daşıyırdıq. Daşıdınız. Hə, şükür Allah. Allah onu da canı sağ eləsin. İndi elə bir adamdır ki, adını hallandırmaq istəmirəm. Yəni Ümumiyyətlə elə 44 günlük müharibədə elə bizim yaşadığımız bütün Ağdam rayonunda Azərbaycanda hər yerdə, hamı yəni bütün humanist idi. Azərbaycanın hər yerində hamı əlindən gələni edirdi. bəli. Hamı bir olmuşdu, birlik olmuşdu.
və əsgərlərimizin yaxşı şəkildə döyüşməsi üçün əllərindən gələn hər şey edirdi. Onu siz demişsiniz, isti geyimindən tutmuş, Hamısın ərzağına kimi, suyuna kimi qarşılayırdılar. Allah, yəni mən sizə Ruh deyim ki, bəlkə yüksəkliyi bir çox olsun. 5 dənə, 5 partiya mən qərar yerlərə getdim mən. Çünki o insan sağ olsun. Bizə maddi köməklik elədi. Biz də getdik. Bizim də köməyimiz o idi ki, maşınla onu daşımaq. Daşınıb Hə, biz elə- aidiyyatı üzrə çatdırmaq. Hə, biz onu yəni dediyi şeyləri çatdırdıq biz hamısını ona. İndi şükür Allaha. Buranın havasını özünüz görürsüz. Çox sərin, möhtəşəm İndi havası biz var. belə vallah biraz axşam düşsün qolsuz oturamıram. Yəni mən nəsə Çətin olar burada Hə, axşam gödəkçə axşam. geyinməsə mümkün olmayacaq. adi bir şey, Yayın istisində həqiqətən də bura nazik cənnət. bir şeylə yatmaq mümkün deyil. Çünki təbiət qoynunda yerləşir Xan yurdu. İndi bir də qardaş Hər elə tərəf oranı dağ, çək bax gör meşəlik. meşəliyə bax. Baxın, Ora doğrudan meşə, da bu tərəf dağ. sağ meşə, sol meşə, hər tərəf meşə. Hə. Yəqin ki, burada dəniz səviyyəsindən yüksək Yüksəkdir, çox yüksəkdir, hə. Hardasa 1000-1500 metr Hə olar. yüksəklikdə olar. Çünki gələndə özünüz görürsünüz nə Bəli, qədər hiss edirik qalxırsınız. biz, nə qədər yuxarıya qalxdığımızı hiss edirik onu maşından gələndə. Hı. Mən sizdən soruşmaq istəyirəm, biraz əvvələ qayıtmaq istəyirəm. 90-cı illərə, 92-ci illərə, hansı ki bu hadisələr baş verdi. Hadisələr baş Necə verəndə oldu ki, siz doğma yurdunuzdan köçməli oldunuz? Nələr baş verdi? bizim ona? hadisələr baş verəndə biz uşaq idim amma yadıma gəlir. Bizim bir Uvazda kənd cəmaatın burada güllə borana tutdular. Nə qədər şəhid verdik. Bizdə burada Nizami dayı var, bilmirəm indi bir gündə onu çəkiliş edərsiniz. O bizim İnşallah. kəndimizin qəhrəmanıdır. Maşallah. Bizim kəndimizdən qəhrəmanlar çoxdur. Allah hamısına Allah can ölənlərə sağlığı rəhmət eləsin, qalanlara can sağlığı versin. Burada şəhidlərimiz də çox olub. Bizim bir il elə bizim öz kəndimizin cəmaatı, yəni adi bir qoşalülərlə, təhlülərlə bu kəndi qoruyubdu. Yəni bir ildən artıq. Nizami dayı var burada bizim kəndimizin sakinidir, qəhrəmanımızdır. O 20 nəfəri ayağından güllə yarası, ayağı qopub, yəni vurublar. O bir ayaqla o 20 nəfər cəmaatı xilas edib kəndə çatdırıbdı. Amma özü də bu dəqiqə ayağının yarısı yoxdur. Hə. İnşallah bir gün də o kişini elə çəkiliş eləyərsiniz. O kişi bizim İnşallah, qəhrəmanımızdır. hökmən. Valla çıxanda bizi buradan yollarımız bağlı idi. Biz sağ olsun bizi uşaqları çıxartdılar. Amma böyüklər qaldı burada. Yəni kəndimizi qorumağa. Sonradan da indi dinc əhaliyə Siz 25-dən 26-a keçən gecə bilirsiniz ki, qətliam bəli. faciə baş verdi. Bizdə dekabr ayında olmuş. Törətdi. Siz həmin hadisə olandan sonra Yox, bizdə buranı ən birinci tərk kənd etdiniz. bizim kəndimiz. Aha, burada. Cəmili kəndi Cəmili kəndi. dekabrında yəni o hadisə oldu. Çünki bura mühasirədə idi. Hə, buranı çıxartdılar birinci. Yəni şəhid olan oldu. Yəni bizdə Ermənilər mi o koridoru açdı siz, o koridorla? yox, koridor yoxsa açmaq yox. bizimkilər? Ermənilər hələ naborot buradan keçən. Burada uje maşın yolu yox. Kimi görürdülər, vururdular. Hə, vururdular kənddən. Durub dağın başından oradan bizim kəndi düzdür. Sağ olsun bizim qəhrəman oğlanlarımız vardı kəndimizdə. Yəni onları sustururdular. Amma sonradan indi biz onları yəni bilmərik də, hə, onları dəstək, onların silahı yaxşı, bizdə nə silah var idi ki? Amma şükür Allaha, bugünkü günə şükür ki, yenə bu qəhrəmanların sayəsində bugünkü gündə biz bu torpaqlara gəlib çıxmışıq. Onların qanı bahasını gəlib çıxmışıq. Hər sakini bir qəhrəman. Əlbəttə, Xocalının havasını alan hər bir sakin bir qəhrəman. qəhrəman. O dəhşətin içindən Vallahi çıxmaq. indi özümüz Mən 44 günlük müharibə gedəndə heç öz kəndimiz, öz doğulduğumuz rayonu qoyuram bir kənara. Mənim də həssas yerim Xocalı idi. Elə bütün Azərbaycanlıların həssas yeri Xocalı idi ki, yəni bu qətliamları törədən ermənilərə cavab olaraq biz öz torpağımızı geri qaytarmalıyıq. Xocalı hökmən geri qayıtmalı idi və eləcə də oldu. Şükür Allah, bizim igid qəhrəman övladlarımız, şəhid olanlar da oldu, qazi olanlar da oldu. Hamı birlik oldu. 23 hamı bir ailə idi. Müharibə bəli. vaxtı Allaha and olsun, 2023-cü adamın ildə özünə xoş gəldi. antiterrorda Hə. biz aldıq 23 saata
biz bir gündə tamam olmadı Allaha ki, şükürlər biz olsun. aldıq torpaqlarımızı. Ondan sonra bəlkə də fikirləşdik ki, aha, artıq bizə ev verilməlidir. Yavaş Şükür yavaş. Allaha. Yəni Amma mən şükür Allah. mən Allahın da olsun, yəni adam var ki, gözləyim nə vaxtsa verərlər, yox. Hə, Mən özüm gedib xahiş eləmişəm, hə. Ki, mən tələb orada eləmişəm, evlənəcəm. yəni xahişimi də eləmişəm, tələbimi də eləmişəm ki, yəni mən Bakıdan ev istəmirəm ki, Hı -hı. mən öz yurdumdan ev istəyirəm ki, orada gedim yaşayam. Amma bugünkü gündən şükürlər olsun ki, Allah prezidentimizə can sağlığı versin. Amin. Hamımızın səsini eşitdi, hamımız da ya etap-etapda, yəni Hı -hı. adam var deyir, mənə verilmədi, hamıya veriləcək. Bəli. Yəni Növbə-növbə, birsiz bir mərhələ-mərhələ mən bir şey deyim. fikirlikcə verilir zaten. Mən bir şey deyim. Çox adam elə fikirləşir ki, elə hamısı birdən Hı olmalıdır. -hı. Amma hamısı birdən olmalı deyil. Qardaş, bir ailəni normal dolandırmağa adam çətinlik çəkir. Əlbəttə. Nə bilim, bəlkə də mənim qardaşımı bilmirəm nə tər dolanır. Amma bu boyda işlər gedir, bu boyda Qarabağda remont bu qədər olunur, infrastruktur yəni- layihələri, yəni yollar, bərbad məktəb gün binaları, dolanır. Bəli, evlər, hamısı eee, Xankəndəki o evlərin bərpası, vallahi yeni hamıya da ev veriləcəkdi, mehmanxanalar, hamı da evinə otellər, təmin olunacaq. parkların tikintisi, hamısı göz qabağındadır. Doğrudan da sağ olsun dövlətimiz, Əlbəttə. hansı ki 2023-cü ildəki bu antiterror əməliyyatı nəticəsində ki, biz bu qalan torpaqlarımızı işğaldan azad elədik, Şükürlər olsun. suverenliyimizi tam olaraq bərpa elədik. Dərhal Xocalının bərpasına başlanıldı. Mən yenə də Xocalıdan keçəndə düzdür, orada olmamışam, amma qohum əqrəbəm orada şəhid olan da var, yəni yaralanan da var. Mən yenə də oradan keçəndə bir səmimi olaraq deyirəm, yəni çəkiliş üçün Hı. demirəm, Allahın da olsun. Mən oradan keçəndə yenə də məni bir elə bilirəm ki, Qəhər boğur insanı istər-istəməz. faciələr indi Hı. kadrlarda Gözümüzün görmüşük də biz, önündə hə, gəlir. yəni o faciələr elə bil ki, yenidən canlanır. Hı -hı. Yenə bilsən ki, elə bu nə bilim, ora bir abidədir. Yəni Evet. Xocalı özü bir abidədir. Bilirsiniz ki, Xocalının girişində də Xocalı Allah- Memorial kompleksi, Prezidentimizin sayəsində Xocalı o soyqırımı sağ memorial olsun, kompleksi də bizə bir tikildi. abidə yaratıb Bəli. burada. Bizə bir- İndi xaricdən gələn turistlər, yerli o və xarici soyqırımı turistlər təqdim gələn, eləyək ki, bizə həmin o muzey, o memorial kompleks, insanlar ora daxil olduqda, o muzeyə daxil olduqda insanın beynində həmin anlar canlanır. Çünki elə bir möhtəşəm şəkildə o qurulub ki, onun içərisi bütün sahələr elə canlandırılır. faciələr həmin şey təkrarlar Bəli, görsənir. orada əyani şəkildə xarici gələn turistlər, diplomatlar, blogerlər, jurnalistlər hamısı o faciəni sanki orada hiss edir, yaşayır. Yəni Düzdür. sağ olsunlar ki, o kompleksi tez bir zamanda Vallahi. tikildi. İndi çox adam indi baxırlar günündə də çəkilişə, təhvil biri verir. danışanda deyirlər, hə, bu yalandan danışdı. Vallahi mən səmimi olaraq öz ürəyimdən gələn deyirəm ki, mən çox razıyam. Yəni bura köçməyimdən razıyam. Şükür Allah indi hamımız bir tikə gedib pul qazanıb aləmizi dolandırırıq. Bu Yəni ərazidə qaz varmı? hər elinizdə? şeylə təmin olunub. Çünki Bəli. məlumatda oxumuşdum ki, burada Var, yüksək var. sürətli internet, Hər qaz bir şey var. xətti, işıq daimi yanır. Bəli, Hamısı bəli. yəni var da. Bu İndi reallıqda işıqlar indi köhnə xəttədir hələ ki, Hı -hı. təzə xətt çəkiblər. Bəli. İndi söz veriblər ki, təzə xəttə qoşulacaq. Bizdə biraz Bəli. indi çətinliklər olur. Köhnə xətt deyənə sönür, yanır, o başqa Amma şey. hər halda bərpası gedir. Bərpası də. gedir, amma Yaxınlaşır yaxın Xanyurdu vaxtlarda kəndinə deyir də. quraşdırılacaq deyə təzə xətti Aha, çəkiblər. Ücə var. Hə, var. Artıq var. Hə, inşallah. Şükür Allah. Bizim də istəyimiz odur ki, Qarabağa köçən hər bir məcburi köçkün, keçmiş məcburi İndi köçkünlər şükür hamısı Allah, burada öz yerimizdəyik. Daha köçkün gözəl yaşasınlar, mehriban yaşasınlar, xoşbəxt yaşasınlar. Heç bir şeydən istəyirik ki, korluqları olmasın. inşallah da hamı istəsə Eləcə də bitki. sizin. Allaha şükürlər olsun. Sizdir ki, sizə də minnətdaram ki, gəlirsiniz bu gözəllikləri bizlə maraqlanıb çəkirsiniz. Borcumuzdur. Vallahi yəni Biz çox bilməliyik razıyıq. ki, Azərbaycan xalqı Bir vətəndaş bilməlidir kimi, ki, yəni- bəli, xalqımız da bilməlidir ki, burada köçürülən insanlar necə yaşayır, məhz onların istəyi nəticəsində biz buradayıq ki, görək həqiqətən də bura köçürülən insanlar necə dolanır, dolanışığı nədir? Məsələn, indi siz deyirsiniz, mən kənd təsərrüfatı ilə məşğulam, başqa sahəm də var ki, onunla da məşğul Hə, olacağam. şükür Allaha. İndi az öncə Niyaməddin Abbasovun evində qonaq olmuşduq Ballıcada. O da öz ailə biznesini açıb, ona görə ki, öz dolanışını təmin eləsin, həmin o verilən evi atmasın. Bir də yenidən Bakıya, digər ərazilərə Yox, vallahi. qayıtmasın işə görə.
hərə öz başını necə deyirlər dolandırır. Dolandırır. Baxırıq ki, hə, maşallah olsun. Şükürlər hamı olsun. Yəni razıdır. sən hər yerdə işləmək olar. İndi şükür Allaha görürsüz Ağdamda nə qədər tikilişlər gedir. Əlbəttə. Bu hamısı birdən-bir olmur. Hamısı bərpa olandan sonra hər bir insan öz dolanışığını da tapacaq. Əlbəttə. İş yeri də açılacaqdır. Şükürlər olsun. Yavaş-yavaş da yəni birdən-bir olmur heç bir şey. Bəli, indi biz istəyirik ki, evi sizə verilən evi də Görək, çəkək. problem yoxdur. Daha sonra reportajımızı yenə də davam elətdirəcəyik. Bura bir otaqdır. Bəli. Hörmətli Bu mənim oğlumun tamaşaçılar. otağıdır. Oğlum idmançıdır. Bəli. Maşallah olsun. 2 dəfə Azərbaycan bayrağını Türkiyədə dalğalandır. Avropa dünya çempionudur. Dünya Maşallah. kubokunun sahibidir. Birinci dərəcəli idmançıdır. Maşallah. Maşallah, Ölkəmizi gözəl hə, şəkildə bunlar təmsil hamısı edir. Görün nə qədər medalı var hörmətli tamaşaçılar. Baxın, bunlar hamısı hərəsi başqa-başqa idman sahələrində Türkiyədə var, İranda var. qazandığı medallardır, baxın. Bu da qəzetdə, Diplom. bir diplomlar Qəzetdə, çoxdur. Diplomlardan Məqaləsi çap diplomları çoxdur. Hı. Həddən artıq çoxdur diplomları. Maşallah. Hə, prosto da indi özdə Burada olanlar- deyilmi oğlunuz? Burdadır. Amma çöldədir, danışmaq hə. istəmir, hə? Hə, Hə, bura orada. oğlunuz otağı. Hə, onun otağı. Maşallah geniş fərəh otaq. Genişdir şükür normal. Allaha. Yerimək mümkündür, qəşəng. Bura Bura- bir otaqdır. Bura. Digər bir otaq, Hə, bura bir otaqdır. Bu o bir Bəli. uşaqların otağıdır. digər övladlarınızın Hə. otağıdır. İndi işıq yanırsa, bəli, biraz aydın çəksin. Bu da geniş bir otaqdır. Buranı Baxın bilməzsən. hörmətli tamaşaçılar, çox geniş bir otaqdır. Yox, şükürlər olsun. Maşallah. Kaş ki Ağdamda tikilən evlər də belə geniş olaydı. Bura Deyir- zaldır. Bura İndi zaldır. bura axırda çəkəcəyik. İndi növbəti 3-cü otağa giririk. Burada bir Burada otaqdır. genişdir. Maşallah. Bura da olsun. genişdir. Şükürlər Baxın. olsun. İndi buranın da işığını yandıraq. Biraz aha. Maşallah çox geniş. Buradakı, hörmətli izləyicilər. Bu mənzərəsi də budur. Aha. Pəncərədən Hə, mənzərədən. açdığınız promoy dağ mənzərəsi. Maşallah. Dağa baxır. Pəncərənin mənzərəsi də açıldığı zaman. Bu da çox geniş bir ərazidir. Maşallah olsun. Həddindən Maşallah artıq. gününüz olsun. Çox genişdir. Burada bir otaq. Allah xoşbəxt yaşamağı Sağ nəsib ol. eləsin. Allah köməyiniz olsun. Baxın, zal da qonaq otağı da çox genişdir. Bura hardasa bir metrajla nə 9 qədər? metr. 9 metr uzunluğu var. Eni nə qədər olar? Eni 5 metrdir. Maşallah. Özdəki Şükürlər günün olsun. günorta vaxtı pəncərəni açıq qoymaq bəs edir ki, da burada İndi sərinlik bu yaransın. pərdələrimiz də yürür də. Eybi yoxdur. Yay vaxtıdır. Əlbəttə ki, hər şey təzədən yuyulmalıdır. Nəriman Abbasovun təsərrüfatı. Çetin balaca. Heç vecinə deyil ha yəni. Orxan Yox, Bey deyil. sual verməyib. Yox, indi vecinə oldu. Bəli. Nəriman bəy, maşallah olsun. Burada Maşallah gününüz olsun. təsərrüfatınız çox genişdir. Sağ olun, Qoyun, yavaş, quzu, yavaş. keçi. Eləmi? Hə, Yoxsa orada- danalarınız da var? Yox, yox, hələ ki ondan yoxdur. Elə Hə. keçi də biraz qoyun. Bunu özünüz almısınız yoxsa dövlət də Yox, yox. köməklik edir? özüm almışam. Özünüz özüm. almısınız. Amma məşğulluq proqramına qoşulsanız, Qoşulsam əlavə yenə də sizə yox, keçi getdim dedilər sənin öz işin var. sən var, düşmür, hə? Cəsarət yaz deyil. Hə, vermir də özüm də abicə məcbur qaldım özüm aldım. Maşallah. Maşallah gününüz Yaxşı olsun. eləmisiniz, Burada elə doğrudan da. həyətdir, burada başqa cür. Elə belə dağ yerində Hə. hökmən ki siz bu sahə ilə məşğul olmalısınız Yox, ki, indi yaxşı öz gəlir əldə hə edə də o bilərsiniz. işin başqadır, bir də ki bu Bu belə ərazi sizinmi? hə bizim Bu ərazi, ərazidir bizim. maşallah. Geniş ərazidir. Elə burada təsərrüfatınızı elə yaxşı saxlaya təsərrüfat üçün bilərsiniz. buranı nəzərdə tutmuşam. Bura demək, Bura onların hə bura oradan burada mı qalıb. saxlayırsınız içəridə? Elə yay vaxtı Yay orada vaxtı orada, sallanıb, qış görsən vaxtı yağış ayrıca düşünmüsünüz. hə, bir də bu bura belə deyil. Hamısını bərpa Hə. eləmişəm. Bax görürsüz indi Düzəltmisiniz. düzəltmişəm buraları. Yavaş-yavaş da, yəni deyir, bağa baxarsan bağ olar, baxmarsan dağ olar. Biz də istəyirik ki, bağ eləyək də, dağ eləməyək. Siz dağın ətəyində bağ Hə, yaratmısınız. bağ yaratmışıq. Şükürlər olsun. Qəşəng necə deyirlər? Dağın ətəyində, dağın başında bağ Bax, bu yaratmısınız. cür şəraitin Hörmətli tamaşaçılar, həmin o keçilərin, qoyunların bax yay vaxtı qaldıqları yer buradır.
sərin Ona nəzərdə gözəlliyi, tutmuşam buranı hə. mən. Nəzərdə tutub ki, burada onları saxlasınlar, həmin heyvanı, qoyunu, quzunu. Əladır. İlan, çəyən belə şeylər varmı burada? Görmüsünüz mü? Yox, Qarşılaşmısınız? rastıma çıxmayıb hələ ki. Hava sərindir deyim, burada hela olmaz Yox, amma, burada hə? onlar siz yaşamamış yer olub da bura. Əlbəttə. Neçə il yaşanmayıb burada. Yaşanmayıb. Hə, Ona görə yəni də onun insan diqqətli olmaq ayağı lazımdır. dayan yerdə yavaş-yavaş çəkilib gedir də Bəli. səs-küydən. Qoyunlar da istirahətə çəkiliblər. Hə də indi Hərəsi bir səhər tərəfində. gedir. Operatorumuz Axşam. göstərsin. Sağ olsun qonşum elə öz heyvanlarla bir yerdə İndi aparır. Allah kömək olsun. cənab prezident də mən bura gəlməmişdən öncə baxdım onun Xan Yurduna, Ballıcaya olan səfərlərində. O Bəli. qeyd etmişdi ki, mən burada yaşayan, göstəriş vermişəm, burada yaşayan əhaliyə Torpaq əlavə sahəsi torpaq sahəsi veriləcək. Bəli, o da nəzərdə və tutulub burada dedilər. insanlar kənd təsərrüfatı ilə məşğul Bəli, olmalı. bəli. Yəni İndi burada deyin örüş görün. sahəsi də Hı. gözəldir. Heyvan Bəli, otarmaq örüş üçün sahəsi hər də bir demiş şey ki, şərait qurulmalı. yəni var. Yəni möhtərəm prezident də qeyd edib ki, yəni hamıya yəni İndi şəri siz, qədər veriləcək. Burada mı otlağını təmin edirsiniz bu qoyun Yox, quzunun? yuxarılarda örüşə o tərəf örüşə sağ olsun qonşum var. Maşallah Allah hər kömək yer olsun. yaşıllıq deyir, hara parçalıq yəni- deyəcəklər. Allah kömək olsun. Mən yəni Qarabağ qonşum var yaşıllıq bir qardaş eləsin. kimi elə mənim də öz heyvanlarına qatır heyvanımı Hə, aparır. Allah sağ onun da olsun. balasını saxlasın. Allah Minnətdaram ona da. ruzinizi, bərəkətinizi bol eləsin. Canınızı sağlam Sağ eləsin. ol, Elə Allah bu razı gözəl olsun. diyarda, Xocalı diyarında yaşayın, qrup yaradın. Sizdə nə vaxt gəlsəz, yəni bu gün çəkilişlə gəlmisiniz, amma başqa vaxtda qonağımız hər zaman gəlib qonağımız ola bilərsiniz. Elə Allah bilsin. razı olsun. Burada bir qardaşınızın evi var. Nə vaxt ürəyiniz istəsə. Çox sağ olun. Allah Siz də sizdən var razı olun olsun. qardaş. Əziyyət Hörmətli çəkdiniz. tamaşaçılar, bu günləri məhz Nəriman Abbasovun həyatı ilə, onun yaşantısı ilə, yaşam tərzi ilə sizi tanış elədim. Xocalının Xan Yurdu ərazisində. Maşallah olsun, çox da gözəl qarşıladı. Borcumuzdur. Biz Ee, Qarabağlıların borcudur utanmadan, hər bir şey. Yox, burada çəkinmədən nə var ki? öz təsərrüfatını bizə göstərdi. Allah bədnəzərdən qorusun. Utanc odur Hə, ki, gedib hardansa oğurluq eləyəsən. əlbəttə ki. Öz Amma zəhmətimizlə. Öz alın tərinizlə, zəhmətinizlə qrup yaratdığınız təsərrüfatdır. Şükür Allaha. Allah Allahın bundan da çox eləsin, bol Sağ eləsin. olun. Heç vaxt buraya köçdüyünüz üçün peşman olmayasınız. Şükür Allaha. Hələ ki də Hə. peşman deyiləm. Maşallah, hamının arzusudur ki, elə bax belə sərin, gözəl turistik Vallahi yerə çox köçək. adamın arzusudur. Gələn adam deyir ki, halaldır vallahi. Turistik bir zona da torpaq almaq mümkün deyil, çətin, Allah bahadır. and Amma olsun. sizə maşallah Şükür dövlətimiz ki Allaha, verib, hər bir öz şey- yurdunuza qaytarıb, maşallah. Bizim olsun. öz vallahi sağ olsun bizim kənd sovetimiz deyək də, Hı hı. kənd nümayəndəmizin Ramiz müəllimə də təşəkkür edirəm ki, vallahi nə deyəndə canla başla bizdə Kənan müəllim gəlir, maraqlanır, hər bir Hı hı. şeylə maraqlanır. Yəni bir problemimiz olanda yığırıq Kənan müəllimi, Ramiz müəllimi ki, belə bir problemimiz var. Yəni ərinmədən gəlir. Yəni Dəstəyini bizim- nümayiş edər. o da indi onun da sənə şeyi odur ki, gedir hardasa bir quruma deyir ki, bu kəndin bu problemləri var. Aha. Yəni çalışdığı qədər də yəqin Onun ki, özü də böyük bir şəhər. əlbəttə, yəni orada vasitəçidir, o da Bəli, gəlir. vasitəçi kimi problemi Bir neçə dənə çatdırır. problemlər vardı, o gün gəldi, biz ona çatdırdıq hamısını. Yəqin ki, etap hamısında eləyəcəklər inşallah. Təşəkkür edirəm hamısına Çox da, sağ sizə olun. də Allah təşəkkür köməyiniz edirəm olsun. ki, Gözəl münasibətə minnətdaram görə, ki, gözəl gəldiniz, qarşıladığınıza çəkiliş görə. elədiniz, bizim Borcumuzdur. yaşam tərzimizlə maraqlanırsınız. Allah sizdən Həmişə. razı olsun. Sağ olun, var olun. Minnətdaram. Nə vaxt gəlsəz, qulluğunuzdayıq. Çox sağ olun. Sağ ol. Hörmətli tamaşaçılar, əziz Qarabağlılar, bu günləri Xan Yurdu kəndində mən bloger Orxan Şirinli məhz Nəriman Abbasovun həyat tərzi ilə sizi tanış elədim. Növbəti çəkilişlərimizi istəyirsinizsə, hökmən mənə yazın, bildirin. Sizin də evinizə gələk, belə gözəl çəkilişlərimizi, sizin həyat tərzinizi, yaşantınızı nümayiş elətdirək. Çox sağ olun, bizi izlədiyinizə görə təşəkkür edirik.